pensiyaları, minimum yaşayış həddinin səviyyəsi cəmiyyəti qane etmir. Minimum yaşayış səviyyəsi də, digərləri də. Bazar iqtisadiyyatı ilə uzlaşmır, bazarla uzlaşmır. Qiymətlər real deyil. Bunlar hardan götürülüb bu qiymətlər, necə götürülüb bəlli deyil. İqtisadiyyatın şaxələndirilməsində hökumət çox ciddi şəkildə aksayır. Azərbaycanın bugün əhalisinin böyük bir qismi kənd təsərrüfatı sektorunda yaşayır, rəsmi statistikada. Amma kənd təsərrüfatının ümumi daxili məhsulun payında 4-5%-dən yuxarı deyil. Niyə? Azərbaycanda ixrac olunan məhsulların 90%-dən yuxarısı neft-qaz sektoruna aiddir. Niyə keçən bu qədər illər ərzində Azərbaycanda iqtisadiyyat şaxələndirilməyib? Nədən ötürü? Niyə Azərbaycanda keçən bu qədər illər ərzində neftdən 100-ə yaxın məhsul alınır, 100 adda məhsul alınır? Niyə onların istehsal üçün kompetentli bir zavod tikilməyib? Nədən ötürü? Bəli, Azərbaycanın bugün iqtisadiyyatı çətin suallarla üzbəyüzdür.